Evlilik yoxsa subaylıq? Mən özümə məqsəd qoymuşam. Yazmışam, sədişim, sən də çiçək gibi kadınsın. İnşallah, inşallah Allah nəsib eləsin. Mən həkimlə məsləhəti ilə belə deyək də, həkim indi mənə dediyi əməliyyatdan sonra, bədən estetikimdən sonra demişdi ki, inşallah 2020 hələ bir ki üzümüzə gələn yayda çocuğum yəni iş başında yani yayda çocuk yapabilirsiniz. Ki yok, bu yay yok. Üzümüze gelen yay. Çocuk yapabilirsiniz ki gelen yay kışın olsun. Onda olar. Ondan qabaq olmaz. İnşallah o da ondan sonra kitabı bağlayırım. Все. Hə. Все. O ilə kitabı bağlayırım. Gələn yay son tarixdir. İnşallah Allah'ın köməyi ilə Rəbbim mənə nəsib eləsin, buradakı qızlarıma da nəsib eləsin. Doğsunlar, pırt eləyib döksünlər ki, ərləri besin onlardan. Yəni, gələn yay kim mənə bir hamilə qalmaq istəyirsə, yəni necə hamilə qalmaq istəyirsə, səpaşışmini, yəni hamiləlik sürəcini bir keçirik, o anlamda. Siz də mənimkinin yanına gəlməyin. Yəni, yayda hazırlaşarıq. Birlikdə gedərik. Hədə, yəni, siz nöşün deyirəm. Çünki mənim hamiləlik sürəcim çox qəşəng olur. Hamiləlik sürəcinə yiyirəm, keyf eləyirəm, oy, məni bir hamiləlik... Ay Allah, qızlar bir dənə bilir, mənim o vaxt Instagram vaxtları, kim məni izləyirsə bilir də. Mənim bir dənə hamilə, ay bu nə güzel zarişim. Mənim bir dənə hamiləlik sürəcim olur. Bəh, ləbləquza. Qızlarla gülürük, piçonlar pişirik. Kim məni izləyir Instagramdan o vaxtda? Piçonlar eləyirik, qaq, bir sən nə günlər idi o. Yəni hazırlaşın. Mən hamilə qaldımsa, sizi ilə birlikdə doğucuyam. Yaya hazırlaşın. Əgər doğmaq fikriniz varsa, planınızı yayda qurun. Bu yay yox, gələn yaya. Bu yay yox, bu yay mənə olmaz. Gələn yay. İnşallah Allah nəsib eləsin. Qurbanım sənə yarabbim, bunlara da nəsib elə. Evlilik xoşbəxtçilikdir, təbii ki. Sırğanı hardan almışsınız? Cavab verin də. Sırğanı hardan almışsınız? Mən də bilməm, o sortdan almışım. Niyə olmur? Olmaz da əməliyyat olmuşam axı, bir ildir. Bir il yarım da əməliyyat olmuşam. Deyir, ölərsən. Uşaqda inkişafdan qalarsan da inkişafdan qalarsan. Ay xanım, suyunu nöş edirik. Nöşün xanım. Nə olub ki? Maşallah. Sağ salamat. Amin. Allah sənə nəsib eləsin. Çıx. Nöş çıxıram. Atamsan, babamsan, nenəmsən, varımsan, yoxumsan. Tərbiyəsiz. Niyə xanım? Heç tərbiyəsiz olmursunuz. Maşallah. Fotosesiyalar. Eləyəndə yaxçıdır. Necə olur? Mən nöş tərbiyəsiz oluram. Az köpək oğlun qızı. Gedirsiniz, durursunuz şeyin başında, ağacların başında, güllərin başında, qaynaton orada, qaynanan burada. Partladırsınız, tırt göy yandı, pırt sarı yandı, qarnınız burnunuzda. Qaynana oğlandı, qızdı. Qaynata oğlandı, qızdı. Neynəmirsən? Eləyib bankadan qoymusan bura, yoxsa ərin eləyib bankadan qoyub bura. Bilmir nədən əmələ gəlib. Niyə mən indi hamiləlikdən buradan danışanda eyibdir? Gicliyə. Getirirsiniz 70-80 nəfərə, 100 nəfərə ən aşağı tökürsünüz. Hamiləlik parti. Qızdı, oğlandı. Az Leyla, bunun yeridir. Qızdı, oğlandı. Daha varvızda, yoxvuzda kişi, qadın yoxdur ki, sənin nəslin kökün bilsin ki, sənin ərin ora nə qoyub? Qız qoyub, yoxsa oğlan qoyub? Onda yaxçıdır. Amma Arzu burada hamiləlikdən danışanda ayıb, tərbiyəsiz. Bütün var yox bilir ki, səndə hara ilə biri bunu yapıştırır Rozu, bu yapıştırır Cəmaatın Bakının bütün kişiləri gəlir, onu yapıştırır, bunu yapıştırır, onu yapıştırır, bunu yapıştırır. Ki sənin arvadının qarnında hansı uşaqdandır, qızlı yoxsa oğlandı. O eyibdir. Arzu burada deyəndə ki, qızlar hazırlaşın, əgər uşaq hamilə olmaq istəyirsə, mən yayda istəyirəm. Siz də mənlə o eyibdir, tərbiyəsizəm. Bu!
Daşım ağır diyor ay bacı bəzilərinə. Düz demirəm, ölüm ayağınızın altında. Kofta hardandır Arzum? Kofta Katiyadandır. Ula official, teşekkür. Nədir o qızın adı? O adını bilmirəm. Bakumol var, Bakumol. Bakumolun Mado var, Mado aşağıda. Madoda ikinci mərtəbə Kuhidi mağazinin adı. Oradan almışam, o 7 manata. Əlcikdə canımdan. Təbii ecəsən suyunu. Ay bala, suyunu şey eləyim. Uşaqlarım benim suyunudur. Ay Leyla, bu nədir? Uşaq hələ yoxdur. Deyirlər təbii doğuş yoxsa... Leyla, sənə qurban olsun arzu eləmə. Eləmə ürəyim. Bu saç rəngi yaraşır. Nur gəlib üzümə. Saçı kim elir? Saçımı xanım. Story'də paylaşmışam xanımı. Xanımın familiyasını bilmiyorum. İldüzə, hə, sən 5 qarnı doğmusan, sənə ayıbdır. O, güclü. Az mənə nüş ayıbdır? Mənə niyə ayıbdır? Mən özümü, bax gəlin sizə belə deyim. Bax, babamın yoru haqqı. Mən özümü 5 uşaq anası kimi görmürəm. Leyla, öpürəm ürəyim. And olur Rəbbimə görmürəm. Az civi kimi qızam. Yəni civi o mənada, yəni cavan qızam. Sən mənə 5 uşaq anası kimi görürsən, ətaqa mən özümü görmürəm. Az baxıram qızlara 20-22 yaşında aranqurtan meymunluq şimdi hamıya şamil eləmiyimi? Az nə olub mənə? İndi uşaq dünyaya getirmişəm də mənim həyatım sönüb. Yo, mən o tipiçni, belə deyim də, analardan deyirəm. Allah yaxşı analarımın canını sağ eləsin. Öpürəm xanım xatın anaların əllərindən. Amma mən o deyiləm. Mən o gözəl xanım xatın bizim Azərbaycan mentalitetində çox gözəl xanım xatın analar var. Bax, başda da mənim mamam. Elədir. Mən o qadınlardan deyiləm. Mən biraz fintifruşkayam. Yəni biraz havalarda uçan. Mən biraz xaricinin suyunu çox içmişəm. Başa düşürsünüz? Oranın dalğası mənə çox vurub. Ona görə məni qınamayın da, qurban olum. 10 yaşında aparıb mitilmə atıblar ora. Atam lazım idi kişiyə. Dinay kişi oturmuşduq da. Apardı 10 yaşında atdı mitilmə ora. Böyütdü məni orada, daha nə gözləyir? Oranın dalğası çox vurub məni. Yemişəm, içmişəm, indi oranın abu havası ilə böyümüşəm. Hə. Səni çox istəyirəm, mən də sizi çox istəyirəm. Arzu oxu da, can oxuyuram. Nə bilim, düz deyir də, hə də. Qurban olum, neyiniyim, ola bilmirəm də, mən belə necə sizə başa salım. Mən ruhum bilsiz necəyim. Asfaqşə bir söz nədəndir o? Çünki mən xərçəng bürücüyəm. Xərçənglər belə oynayır, qanı qaynayır. Zarina öpürəm. Xərçəng deyir ki, gül mənə, gülüm sənə. Sev məni, sevim səni. Sığalla məni, sığallayım sənə. Bir addım at, 5 addım atım. Can de, deyim ay can. Öp, öpüşüm. Yəni sevdiyindən də, yəni o mənada. Əlimi uzat, özümü verim sənə. Yəni biz xərçəng bürcülər sevgi, qayğını çox sevənik. Başa düşürsünüz? Xərçəng deyir, sığalla məni. Sən xərçəngi sığalla, gör xərçəng sənin üçün nə hoqqa verir. Xərçəng sevgiyə siz necə çox bağlı insan. Xərçəng kimi bürclərin arasında ailə sevən bürc yoxdur. Vallahi. Amma bir dənə xərçəngi bir minus var. Boynu soxun mənim kimi xərçəngin. Xərçəngi bax, dost ol. Çıxartsın sənə canını versin. Xərçəngi zıpla bıçağı dalından xərçəngin. Xərçəng yaralanacaq, bəlkə qırılacaq. Sonra xərçəngin yanına gecəcək, can, xərçəng yenəcək, ay can. Yenə zıplayacaq. Xərçəngi nə qədər qapazlayırsan adam olmur. Necə adam olmur? Dərs almır. Həmişə də zərbəni yeyən bürcdür. Həmişə zərbə yeyən bürc hələ xərçənglərindən bürüdür. Can yandırır, amma onun qarşılığını almır. Həmişə gözü qəmli qalır, gözü yaşlı qalır və çox vaxtda xərçənglərin bəxti çox şeydə getirmir.
Xərçəng çünki istəyir sevilsin. Biz necəyik? Biz oturaq. Desin, Aydın, nə qəşəngsən sən. Sevdiyimizdən onu istəyirik. Biz çox şey istəmirik. Biz bir günlə də xoşbəxt olarıq. Amma biz o ilgini istəyirik. Mən qayğını sevirəm. Mən məsələn, yoldaşımdan sevgini görməyəndə olur da, mən eksik qalıram. Hələ bilirəm, qanadlarım qırılır. Soyuram, tez soyuram. Mən ondan sevgi görməyəndə uzaqlaşıram. Bilmirəm, indi xərçənglər varsa indi onun aralarında. Bəlkə mənim başa düşər, bəlkə aralarında elə var. İndi ola bilər, bəzi başqa bürclərdə də var. Məsəl üçün, mən yoldaşımdan sevgi görməyəndə, sığal görməyəndə, qayğı görməyəndə mən uzaqlaşıram, soğuq oluram. Hələ bilirəm ki, arama pərdə qoyublar. O istiqanlığını göstərə bilmirəm. Gözləyirəm ki, o mənə addım eləsin. Çünki biz sevgini, biz sığalı çox sevirik. Və məsəl üçün, girmişəm yerimə, yerimdəyəm. Uzanmışam, canım ağrıyır da, xəstəyəm. Sadəcə yetərlidir, gəlsin desin ki, həyatım nəsə istəyirsən ki, sən bir dənə çay süzüm. Məsələ bilirəm, dünyaları mənə veriblər. O ilgini görürəm deyə. Və yaxud səhər oyanım, mənə yazsın ki, sabahın xeyir, aşkım, necəsən? Yaxşısan? Haransa ağramır. Bax, biz bunları gözləyirik. Deyirik ki, bizdə diqqət olsun. Amma sadəcə sevgidə yox ha. Biz dostluqlarda da elədik. Biz diqqət istəyirik. Hə, amma indi bir yanımızda var. O yerimiz pisdir. Məsəl üçün məndə. Mən dostluq edeyim. Dostluq edeyim. Bu şeylərimiz xərçəngdə pisdir. İndi bilmirəm, hamınız eləsiniz, mən indi özümdən danışıram. Məsəl üçün, mənə bir insan zərbə vurubsa, bir dəfə, 2 dəfə keçmişəmsə, 3-cü dəfə sınanıram. Xərçəng bir söz elədi. Susur. Gözləyir. Zərbəni elə vurur ki, heç gözləmədiyi anla ki, hələ bir ki, sənə zərbə vurur, gözləyir. Elə moment gözləyir ki, heç bilməsin ki, o zərbə bundan gəlib. Gözləmədiyi anda. Amma qısasını həmişə alır. Heç vaxt altında da qalma. Bugün olmasa da bir müddət sonra qısasını alır. Onu bir dənə sant. Töksünlər ki, Tərəz, mən nə bilim, az astroloqam. Mən indi özüm xərçəngəm deyə öz pox xarakterimi danışıram. Əqrəb. De, əqrəb. Əqrəb. Mənim yanımdakı Günel. İndi sizə demirəm ha. Əqrəb, bu əqrəbdə hələ bir biraz mallıq var. Əqrəb deyil. Bax, əqrəb ürəyi təmizdir. Yaxçıdır. Hər şey belədir. Amma gəl ki, biraz hamıya yaxşı baxır, ay bacı. Hamıya bu həyatda yaxşı baxır bu qız. Bu qız pis nədir bilmir. Ta ki, buna deyəsən ki, ay Günel, budur. Aylar ki, hoppa, partlayar. Əqrəb çox keçir. Əqrəb altdan alır. Yəni, mən gözümdəkini deyirəm də. Bax, məsələn, Toma da əqrəbdir, bizim Toma. Ürəyi çox təmizdir. İndi adamın Allahı var da. Nə deyər, o anlıq dilində deyər. Bunda da var o. Dilində o anlıq deyər, bəlkə qəlbi o anlıq qırar. Amma ürəyində kin saxlamaz. Arzu, adaşım öpürəm. Hə, amma bunlara bir dənə pis yerini tut. Biz xərçənglər yaxçıyıq bunların yanında. Allaha and olsun, mən xərçəng şəxsən bu əqrəbin yanında yaxşıyam. Çalvarımı çıxardar, başıma keçirdər. Allah haqqı, biz xərçənglərin adı çıxıb. Bu niyə getmir? Aton şəhəridir. Balıq necədir? Bunu almışsın. Balıq mənim ərim. Kinli unutmaz. 5 ilin kişisindən danışıram ha, qadınını deyə bilmərəm.
Hə, qadın da elədir. Balığın kişisi mənim yoldaşım. 10 ilin söhbətini başıma vurar. Tərəzi də elədir. Amma ürəkləri təmiz olur. Sevəndə də bək sevir. Deyə atam yazıb kiri. Atam balıq. Deyə papam. Papa səni baboşdan götürmüsən kiri. Hə. Deyirsən baboşa baxırsan. Papa. Hə. Kiri nədir? Balıq. Papam. Deniz balıq. Kinli. Kin içində saxlayar ay bacı. 10 il sonra başıma vurur. Çürütkən. Çürüdür. Oyo. Amma sevəndə bək sevirlər. Deyirlər kişiləri babnik olur. Amma sevəndə də bək sevir. Məsələn papam. Sabah papa nədir? Babnikumun böyük 12-si, hələ bu gün də 11-i. Oldu 12-si. Olmayıb. Neçəsidir bu gün tarixə bax görüm. 12-si də ad gün. Deyəm. Günə tarixə girdi. 12-sidir. Az 12-sidir. Oldu. Papa! Deyəm deyə düz baxarsan biraz şeysən. 12-sidir. Oldu 12-si deyən görməz filtrimdə qaç. Deyə papanı təbrik eləyim. Az hələ deyəndə Almaniyada olmayıb bax hələ. Almaniyada olmayıb. Nə olsun papa, sənin də maman burada doğub da. Gəl səni təbrik eləyim deyə. Almaniyada 12 olmayıb, əbi qoy buradan eləyib, onsuz da Azərbaycanda doğulmusan da. Əsas Naibə mama səni Azərbaycanda doğub da, Almaniyada doğmayıb ki. Ona görə təbrik eləyək. Az 12-dir də, burada 12-ni keçib. Az orada doğulub o burada doğulub. Anası burada doğub onu. Hə, düşük, hara düşürük xanım? 28-ə düşərsən, o burası reisdə gələrsən. Gözlə atamı təbrik edin. Gözləyin gülməyin. Sonra arxa fon muzika qoyarsınız. Nə yazıb, söyür məni deyən. Gicdəmə. Ay, anon səni burada doğub. Gözlə səni təbrik edirəm. Ay kişi, getmə, gözlə. Yazıb ki, gicdəmə. Gözlə. Qoy birinci oxuyayım, sonra səsləndim. Happy birthday to you. Happy birthday to you. Happy birthday papa. Happy birthday to you. Papa, səni təbrik eləyirəm. Sənə deyəndə Hənanın yeridir kişini təbrik eləyirəm. Papa, səni təbrik eləyirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Ürəyində nə arzular varsa yerinə yetsin. Neyniyim deməyəsən. İnşallah Allah nəsib eləsin. Nəticələri görəsən. Naibənin toyunu görəsən. Anovun adını vermisən. Naibənin toyunu görəsən. Elizabetin toyunu görəsən. Dalia'nın toyunu görəsən. Denias'ın toyunu görəsən. Bütün nəsli sayıram deyən nəvələrini. Elmarın toyunu görəsən. Sevincin toyunu görəsən. Qardaşımın uşaqlarıdır. İndi üçüncü də bugün sabah bir aya gəlir. Onu da maşallah 7 dənə nəvim var. Maşallah kişi. İnşallah nəticələri görəsən. İnşallah nəvələrin sənin gözünə çıraq olsun. Sənə uzun ömür, can sağlığı arzulayıram. Allah səni atalıqdan eksik eləməsin. Burada bütün valideynləri başınızdan eksik eləməsin. İçində də mənim valideynlərimi. Səni öpürəm papa. Happy birthday. İyi ki doğdun. İyi ki benim babamsın. Sevirəm səni. Amin. Sədişim, bax kişi, aypa. Sədiş də səni təbrik elədi. Öpürük səni. Böyük kişi olasan həmişə. Evet, görsən 2600 nəfərdən ay kişi heç həyatında 2600 nəfər səni təbrik eləmişdi. Təbrik Elmar əmi. Allah canınızı sağ eləsin. Allah var eləsin. Sədiş yazıb ki, təbrik eləyirik. Güney səni təbrik eləyir. Əmican, qızlar burada səni təbrik eləyir. 4 uşaq qalıb Almaniyada, bu da burada keyf eləyir. Niyə? Atonla keyf eləyirəm, yoxsa qardaşınla, yoxsa dayınla, əminlə, bibi oğlunla? Keyf eləyəndə sən şam tuturdun. Hallo, ich habe eine Überraschung für dich. Kes ses ver Benjamin. Estet. Öpürəm ürəyim, təşəkkür. Hə. Ay, Allah sizi güldürsün kızlar. Yaxşı ki varmısınız bacım. Kaydı paylaşdım, yorum yazaq kızlar. Kızlar, sizdən bir şey xahiş eləyə bilərəm ölüm ayağınızın altında. Hay.
Şir qadın. Şirləri əslində sevirəm. Yox. Aa, nə şöyle dedin? Aha. Sədiş gedin mənim son videoma çoxlu komment like atın gəlin də. Nə olar ki? Amma gedin qaydına. İlişib qalmayın orada burada. Az konkret oturdum bunlarla qıyırdım. Amma keyfimi açdılar. 1 saat 10 dəqiqə. Allah'a and olsun. Aç da ondan. Konkret əlim qolum bağlanmış. Az açıldı indi. Bütün orqanlarım açıldı. Allah haqqı. Siz olmaz. Deyirəm də 2 həftədir mən yayına. Hələ bil nə olmuşdu mənə? Bilmirdim ki. Nə olub Meri Bey? Başınız ağrıyır qardaşım. Gürcüstandan salam. Əleyküm salam. Bizi sən sağır. Gediz qoyun gəlin. Kosmetolog Aytaç. Təşəkkür edirəm ürəyim. Hesab satır. İstəsəz yazın. Hə, gözdə yazırlar indi. Az inanmayın elə şeylə. Gedib pul qızalırlar, sonra qalarsınız pulsuz. Niyə? Qızlar bir dənə Napoleon almışıq. Bax buradan. Bunu sabah aparaq işə. Bax buradan. Az bir dənə Napoleondur. Birini qonağa apardım bax buradan. Çox qəşəngdir, evdə pişirirlər. Çox qəşəngdir. Gəlinin nişanına da buradan almışdıq. Biz yediyimiz karamellidir. Vurdu ürəyi, çox yedi. Çox duzlu istədim. Acıydım, şirin. Turşu istəyirsən, gemizuzluq yaralım sənə. Nuş olsun, canım çox sağ ol. Duzlu işləmiş yox da. Yox. Mən şirin yerində duzlu istəyirəm. Napolyon istədim. Gəl ürəyim, gəl otur yiyibinə qəd edəyəm. Dur, qaç gəl. Reklamlar. Gözləyin qızlar, reklamlar. Gözləyin. Reklamlar. Napoli. Reklamlar. Napoli yani Napolyon. Reklamlar. Hoşuma geldi. Ha, diziye devam. Mənə bax, girdim. Hamilədir. Neyini mənlə doğacaq? Ay bacı, əriniz sizə hamilə qoyanda yaxşıdır. Hamilə qoyanda yemək ala bilmirsizə. Başa düşmürəm. Mən sizə hamilə qoymuşam. Başa düşmürəm. Qoyanda bu kişi fikirləşmirdi ki, bu arvadın canı neyəsə çəkər. Hələ bil mən sizə hamilə qoymuşam, atmışam çiynimdən. Asker dərvə dirəndə mənə nə işləyirsən? Qələt edib nə yeyə bilirsən, nə eləyə bilirsən. Gündüz açırsan, deyirlər orucluqdur. Axşam yeyirsən, deyir hamiləyəm. Hə bilim mən bunu hamilə qoyub atmışam ekranın dalına. Allah qəlbi qız məndən hamilə qalıb. Yanındakinin. Başa düşmədim. Hə, Günelin. Nə deyirlər? Sözü səhv anlayanda Arzu. Hə, Günel hamilədir. Hardan bildilər? Azməyi sözü səhv anlayanda. Yazıblar ki, hamilədir. Mən də oxumuşam hamiləyəm. Ona görə. Ha, sorry. Sözümü geri götürüyorum. Üzürlü say. Pox yedim, qələt elədim. Ha, vallahi deyirsən hamilə qoyarsan. Aa, vallahi deməz. Gecə yatarsan durmazsan. Qollarımın içində nədir? Necə yəni? Yox, az Günel, yox. Günelin əri var ki, hamilə qalsın. Məndən qalmayacaq ki. Canlı düşüb. Xanım, saat 3-ün yarısıdır. Nə eləməliyik canlıda? Bir də baxanda 3 aydır səndən öncə. 3 həftəyə yaxın canlı açmıram. Sən narahat olma Arzu üçün. Ölürəm. Mənə bax. Sonra nə olub az sönü?
Darıxmışdıq. Az bir yayın açdıq da, açdıq vurdular yayınımızı, çıxdıq cəhənnəm olduq. Çayı götürdü şeylədi. Arzu geyinmədiyim var. Neyinirsən, tımışımı istəyirsən? Geyib onu da cadu eləyəsən. Doğuzdurmaq istəyir. Ay Sədiş, biz görüşə bilmədik yaz. Bir-birimizə bu kadar yakınız. Ged yat. Az yata bilmirəm. Rejimim pozulub ay bacı. İnanmırsınız, birazdan acıcıyam mən. Hə, saat 3 eşliyib. Sabah geyəcəm kosmetologa. Sabah gedib Milan yana. Az onu soruşacaqdım. Sizdən qızlar mənə demədiniz. Mən Milan yana getmək istəyirəm də üzümə. Milan yana. 7 nöqtə eləmişəm 12 gün, 13 gün bundan qabaq. İndi yenə eləyə bilərəm. Gün ildə həftədə bir dəfə eləyə bilərsən. Hələ şey var, gedim bir də eləyim. 7 nöqtə. Eləmisiniz də 100% aranızda var. Məncə bir həftədən sonra olur. Hə, nə qədər olar? Olar. Arzu olar. Doğrudan. O 7 nöqtə Quranaq üzümü çox qəşənglədi. Gedim sabah eləyim. Bir həftə sonra olar. Hə, onda gedim sabah eləyərəm. Hə, sabah gedib eləyərəm 7 nöqtə. Hə, sabah 7 nöqtə üzü uşaqlaşdırır. Mülayimləşdirir və üzü siz neynir 7 nöqtə? Yəni indi qızın dediyinə görə. Bax belə lifting eləyir, qaldırır üzü. Fikir vermişsiniz üzüm necə yığışıb. Qüdrətin haftasına oxşayırdı, uzun belə düşmüşdü. Bax, bir dənə pürüstürücünü götürüm. Az keşdə sən də pürüstürücü. Bax. Bax, buramda pürüşük var idi, qoruyub bax. Açıq güzel, qırışlarıma bax elə. Bax, xalıma qədər görsənir. Ay, çox güzelim. Hə, iynədir belə, belə vırır, belə. Bax, üzüm parıldayır, mənə qəşəngdir. Amma parıldamaq şeydəndir, dermatologdan, ay gündən. Bir şeylə bir əsər üzünə parıldayır. İndi az parıldayır. Deyir, əvvəl daha da çox parıldayır. Məncə yaxşıdır. Əvvəl alnınız olmaq parıldayır. Yaxşı, qoyum yenə dəri pürüstürücü. Hərbi çox oldu sizə. Belə qəşəng. Neçədir? 250 manat. Amma mənim izləyicilərimə indirim yapıyor. Sabah paylaşacağım story orada olanda. İndi buradan çıxandan sonra Allah haqqı sırası yazacağım ona. Gedim sabah eləyim. Sabah çimim, çıxım bez makyaj sırası kaçım yana. İstəsəz gəlin. Sabah abed arasında oraya gedəcəyim. Kim edib? Mila. Mən Bay Mila da eləyirəm də. Köynək 17 manat balam. Belə. Arzu, sənin neçə uşağın var? 5 dənə aşkım. Nə bilim, qaş əkdirməyi düşünürəm. İndi sizə açıq deyim də, qaş əkdirmədə mənə təklif olan yerlər var. Təmənnasız. Yəni ödənişsiz belə. Amma nəsə o deyil. Çəkinirəm. Çünki razı qalanlar var, qalmayanlar var. Yox, qaş əkdirmə başqa yerləri. Yox, Mila kosmetologdur. Ümumiyyətcə. Qaş əkdirməni mənə təklif edən yerlər var. Ki, gəlin sizə qaşınızı əkdirək, ödənişsiz, zatsız, neçə müddət deyirlər, amma qorxuram, qızlar, nə yalan deyim. Deyirəm, sonra çox qalın olar, peşman olaram. Mən belə qaş sevirəm də, daha çox belə. Qaşımı özüm çəkmişəm, çəkmə texnikasını dəyişmişəm. İndi belə çəkirəm ben. Sırğan skrin elədim. Hə, skrin elədim aşkım. Elə həyatım elə. Padruqam etdirib, aha.
Çox gözəl olub. Heç qaşları yox idi. Hə, balaba məndə də bura qədər var. Bax, bura qədər görsən. Bura qədər var öz qaşımdır. Buradan sonra bax görsən, buradan bax bunun aşağısından seyrəkləşir. Amma bura qədər bax öz qaşlarının bax bura qədər. Amma altı bura qədər doludur. Buradan sonra boşdur. Prosta deyirəm qaş eləyərəm, çünki qaş əkmələrin çoxu çox qalındır. Ondan biraz çəkinirəm. Qulağımdakı linzam çox qəşəngdir. İkincini də aldım qızlar linzanın. Linzamı kim görür deyir Arzu çox qəşəngdir linzan. Çox təbiidir də linza Bakudan. Yəni bu qara gözlərin zadının üstünə çox qəşəngdir. Çomlu, korичневый, qara gözlərin, açıq rəngli gözlərin üstünə məsləhət götürdüm. 35 manat almışam. Açıq rəngli gözlərin üstünə məsləhət görmürəm. Almışam deyəndə ki, sonra hələ biraz pul vermişəm. Mənə ödənişsiz verirlər. Mən onlardan 6-7-8 ildir mən onlardan linza alıram da. Instagram vaxtlarından. Adamın Allahı var. Əvvəl ödənişlə alırdım. Sonra ki mən həmişə qızlara zətlər edirəm. Sonra məndən ödəniş almadılar. Hə. Amma mən illərdir onlardan alıram. Yəni bilirsə, yəni məndə reklam olanda deyirəm reklamdır, hədiyyə verəndə deyirəm hədiyyədir. Yəni məndən linza Bako ödəniş almır. Mən ümumiyyətcə həmişə onlardan almışam. Dodağımı da Mila. Mənim dodağımda o vaxt Almaniyada süni dolğu eləmişdim. Bax ona da deyim sizə, süni dolğu eləmişdim. O süni dolğunu əritmək olmur. Sadəcə əməliyyatla çıxarda bilərsən də. Hə, keçən dəfə Mila mənim dodağımı əritdi, komple əritdi. Dedi, Arzu, səndə süni də var. Dedim, hə, süni o vaxtdan qalıb da, onu çıxardı, geri əməliyyatla çıxardım. Hə, buram da düyün yaranırdı, bax, burada. Hə? Burada, yerdə burada. Hə, dedi, narahat olma. Dolğunu elə elədi ki, o düyün itdi arasında. Onu tolka mən əməliyyatla çıxarda bilərəm. Kim dedi mənim dodağım təbiidir? Mən açan demişəm elə söz. Pox yiyərəm elə söz deyirəm. Yalan danışmaz. Afriska şımarqa. Haçan mən demişəm mənim dodağım təbiidir. Mənim dodağımda həmişə dolğu olub. Həmişə. Afrikalığına bax, boynuma şey qoyur. Mən sənin üçün o qazospirlərdən deyirəm. Qazospir olub sonra piçorkaya yığıb, yo mən təbiiyəm. Yalandan basıb bağlamaqları belə olur. Qızlar, mən neynəmişəm ki? Mənim üzümdə estetik yoxdur ki. Qulaq as. Köpək oğlun qızı özünün özünə verdiyi təmsil. Köynə kayıtlarda belə olan qızlar üzlərindədir ki, heç nə yoxdur. Bunlar nə düşünürlər? Deyirlər, əgər əməliyyat olmayıbsa üz, kosmetoloji prosedurlar olubsa, bu deməkdir ki, təbiiyəm. Xeyr. Gəlin açıq danışaq. Kosmetologlar inanın bəzi əməliyyatlardan daha güclü effekt verirlər. Məsəl üçün, çənəsi keskin olan qadın dolğu ilə doldurur, uzadır. Sifəti aranqurtan meymunu kimi, məsələn mənim kimi, batıq olan qızlar bəzi gedir buralarını, yorğun yanaqlarını doldurur, məsəl üçün. Allı qırış salmış, üzünü botoksla açır. Mənim kimi gözün burası batıq olub, gedib burasını doldurub ceyran göz eləyən qızlar. Burnu anadan gəlmədir. Nə olsun əməliyyat qeyb. Dolğu ilə doldurub figura verən qızlar. Sizin bəzi estetik üzünüz olmaya bilər. Amma kosmetoloji prosedurlarınız varsa, sizin sifətiniz yığılmadı. Başa düşdünüz? Yığılmadı. Çənəviz yoxdur, keskinsiz, bura yoxdur. Gedib buranı dolğun eləyirsinizsə, buranı dolğu eləyirsinizsə, buranı eləyirsə, fərqi yoxdur. İstəyir estetik elib üzvüzü gərmisiniz, istəyir dolğularla gedib prosedur eləmişsiniz. Sənin kimi. Bəli, mən danmıram. Az 40 mindən çox pul qoymuşam üstümə. Vallahi. Deyirəm, qaz 31-dən 5 bətər idim. İndi yığdırmışam. Dişimi eləmişəm, dodağımı eləmişəm, gözümün üstünü eləmişəm, üzgərməm var, burnum əməliyyatdır. Xəlil, çokolat. Ay, ürəyim, sən Mayko soruşurlar. Az bir yağdan ağzımı çırramadı, bu da düz deyə bilmirəm. Ondan almışam köynələr qızlar. Hə,
Yəni mənim hər yerim estetikdir. Bunu eləmişəm, qarnımı eləmişəm, popomu eləməmişəm. Yəni vedirəmə əl vurmamışam, nə yalan deyim. Hə, onu eləməmişəm. Bunu eləmişəm, qarnımı eləmişəm, çənəmə dolğu eləmişəm, burnumu əməliyyat eləmişəm, gözümün üstünə əməliyyat eləmişəm, üzgərmə eləmişəm, dodağımı doldurmuşam, alnımda botoks var. Yəni bu prosedurları 7 nöqtə eləmişəm. Saçım qaynaqdır, gözüm kipridir, gözüm linzadır. Yəni yığmışam özümü, ay bacı, yığmışam. Təbiiyəm, yox. Amma mən bunları danmıram. Nə eləmişəm deyirəm haqqına. Mən o qızlara nə eləmişəm? Biraz faralarımı yığmışam da, silikon qoymamışam ki. Nə eləmişəm? Biraz qarnım var idi, onu götüzdürmüşəm. Nə eləmişəm ki? Bir damcı dodağımı eləyib dişimi eləmişəm ki. Nə onu? Az mən köynə qayıtlarıma baxanda ağzımda diş olmayan vaxtlar, yəni normal köynə dişlərim var. Deyirdim, vay, Arzu, bu nə dişi? Yaxşı ki, bu diş həkimləri var. Hə. Adam görür düzünü danışar da. Səhət düz demirəm. İstəyir kosmetoloq, istəyir əməliyyat. Fərqi yoxdur. Değişimlər gedir bədəninizdə, gedir. Gör bir dənə 7 nöqtə nə qədər üzümü yığıb. Dişimi rıza eləyib. Və rızadan çox razıyam. Hə? Mıncıqdır. Yəni çox vaxt diş estetik həkimləri, diş həkimləri, bax mən dişimi elədim. Deniz məndə gördü, elədi. Qaynatam məndə gördü, elədi. Ramin, qaynatam Almanyadan gəldi. Ramin durdu Almanyadan gəldi. Padruqam durdu Almanyadan gəldi. Yəni mənim özüm yaxınlarımdan 5 nəfər gəldi, elədi. Məndə Zirconia Max'dır. Hə. Mən Rızanın nə işini bəyənirəm? Dentist Rıza, hə. Neyini bəyənirəm? Rıza bəzi diş həkimləri kimi süni eləmir. Niyə süni eləmir? Bax, sərt kesimləri yoxdur. Hə? Mıncıq kimi yığır. Hə? Dişimi kim görür, bəyənir. Özdə, hə, qızlar, bura indi görünmür. Burası aşağı ucları şəffafdır. Çox təbii görünür. Hə. Rıza, hə, kreditlə eləyir. İlkin ödəniş 1000-1500 arası verirsiniz, sonra ay-bay ödeyirsiniz. Amma mənim məsələm dişimdə neçə növü var da. 150 manatdan 340 manata, 360 manata qədər gedir, səhv eləmirəmsə. Bir dəfə bilirəm ki, bayramda 8 martda endirmişdi 300 manata, səhv eləmirəmsə. Bir model də mənimkindən aşağını indirmişdi 220-yə. Amma iminli bu model, mən məsələn bu modeli bəyənirəm. Burnumu tural eləyib. O vaxt vermişdim 1300 manat, 1300 manat turala. 1500 demişdi, sonra endirim elədim 1300 manat. Onda mən Instagram, TikTok zat istifadə eləmirdim. Tezə Instagram başlamışdım. 8 il bundan qabaq eləmişəm. Mən məsələn reklam dördü, mən onu pulumu vermişəm 1300 manat o vaxt eləmişəm. Razıyam, ay bacı, razıyam. Mən o həkimin necə haqqına girim? Burun qapaqlarıma bax. 8 ilin burnudur bu. Çox da təbiidir. Mən o kişinin necə haqqını deməyim. Hər şey bəziləri deyirək, nə şey deyirəm, reklam eləyim. Valla mən sevə-sevə də onu həmişə də deyirəm. Mən o həkimin haqqına girəmərəm. Bax, yandan qızlar. Baxın. Hə. Yəni mən burnumdan çox razıyım. Tural Vəliyevdir, səhv eləmirəmsə. 1300 manat eləmişdim o vaxt. 8 il bundan qabaq. İndi də elə eləyir. 1300-ə 1500-ə eləyir. Yox, kipriyim yapışdırmadı. Hə. Bax, gözümün üstü. 1450 manat pul vermişəm. Bax, Allah haqqı reklam dördə. Gözümün üstünü kim eləmişə? Azər göz, bax, 1 qram iz qoymayıb da. Bax, gözümün üstünü eləmişdim mən Azərdə. Əti götüstürmüşdüm də. 1400 manat əməliyyata verdim. Qaşımın üstündəki o vaxtı tatunu götürmüşdü. Bir də gözümün üstü 2 nahədə. 2 nahə eləmişdi. 1400 manat verdim. 50 manat da analizə verdim. Razıyam, hə, razıyam. Mən bu həkimlərin adını necə danım?
Azəri eləmişəm 2020-də. Azərdə eləmişəm gözümü. Məncə Azərbaycanda единственный həkimdir ki, Azər göz üstü ilə qaşı ideal eləyir. Mən çox həkimlər görmüşəm. Amma mənim üçün Azər kimi göz üstü qaş eləyən yoxdur. Çünki mən Azərin hansı işini görmüşəm? Azər Vəliyev, hə. Hansı iş Vəliyevdir Azərin familiyası. Hansı işini görmüşəm? Super. İz buraxmır bu kişi. Soyadı səhv eləmirsə Vəliyevdir, bilmirəm, yalan deyəm. Turalın da familiyası burnu bilməm. 8 il bundan qabaq eləmişəm. Tural məni götürməmişdi da bax. Hə, Günel getmişdi yana, Günel götürməmişdi. Demişdi ki, Tural Vəliyev yox. Bəs nədir? demişdik sən də heç Üz gərməmi Vüsal eləyib. Amma Vüsal üz gərmə götürmür. Hə, Tural Həsənov burundur. Gözsə Azər Vəliyev. Hə qızlar? Amma mən Tural sən nə demişdim? Verdiyev, Azər Verdiyev, hə. Sən də, hə. Tural mən deyim. Azər Verdiyevdir, qızlar bilir. Hə, mən adlarını tam bilmirəm. Qaşımı götürmüşdü o vaxtı, qaşımı. Bir də gözümün üstünün ətini. Vüsal yaxşı deyil işdir. Valla Vüsal doktor mənim bədənimi eləyib. Lipo ilə, abdodu nədir ondan. Bir də üz gərməmi eləyib. Bax, üz gərməmi sizə göstərirəm. Çox qəşəng. Üz gərməmə baxın. Adam haqqına danışar da. Üz gərmə görürsünüz burada. Bax, tikiş buradadır. Tikiş bax buradadır. Görürsünüz tikiş. Yəni adam necə belə əl işinin haqqı yerə vursun? Mənim ümumiyyətcə bilməm, qurban olduğum ürəyimə görə verib, ya nədir? Mənim bütün əməliyyatlarım udaçlı çıxıb. Mənim elə bir əməliyyatım yoxdur, udaçlı çıxmasın. Mənim məsəl üçün qarın tikişmim yoxdur hələ bil. Sap kimidir. Üzümü gördünüz, 4 ayda üzümü olmuşam. Bax, üzümü 4 ayda eləmişəm. Bax, bir dənə burada tikiş görürsünüz, bax. Bax, bu da tikiş. Bax. Bax. 4 ayda eləmişəm. Hə. Mən bunu necə itirim? Tikişi superdir. Bax, ümumiyyətcə ayda 1%-im qaldı. Ümumiyyətcə əməliyyatlarda qızlar girirsinizsə, çox oyan-buyan eləməyin. Həkimi danışıqla yox. Get, 2-3 həkimə get. Get otur, ürəyivə qulaq as. Hansında ürəyin cız elədi, bil ki o həkimdir. O sənin həkimin olmalıdır. Bax, içindəki o his. O his hə dedisə, get o əməliyyata. Su. Qalıb sizi öpürəm. Bibilər sizi öpürəm. Allah sizi xoşbəxt eləsin. İnşallah yenə əlim qolum qırmam. Nə olar? Qəlb qırmayın. Ramazan ayıdır. Sevin, sevilən. Nə olar? Yaxşı, öpürəm sizi. Allah amanında. Allah bütün qəlbiniz, niyyətinizdə tutduğu oruclarınız Ramazanda ürəyinizdə nə arzular varsa o niyyətə çatdırsın. Yaxşı, öpürəm sizi. Yaxşı ki varsınız. Siz bilsiniz nəsiz? Siz bax, fınlansınız. Öpdüm, getdim. 1%-im qalıb. Amin.